ikinci, üçüncü növ. Bəs birinci növlə necə mübtəda olacaq? Birinci növ obrislərdən fərqli olaraq parçalanır daxı. Ay sağ ol. Parçalanmayan, məsəl üçün deyirəm ki, hər yer qarla örtüldü. Örtülmüşdür. Hara örtüldü? Hər yer parçalanmayan birinci növ. Yeni il gəldi. Nə gəldi? Yeni il. Parçalanmayan birinci növ. Orta əsrli və yaxud da orta dövrlər qaranlıq dövr adlanır. Nə? Orta dövrlər və yaxud da orta əsrlər. Başa düşdünüz? Səydə. Parçalanmayan birinci növ. İkinci növ. Oxumaq həvəsi. Oxumaq həvəsi. Toğrulu. Yüksəklərə aparırdı. Sağ ol Toğrul. Nə Toğrulu yüksəklərə aparırdı? Oxumaq həvəsi. Sizcə məstər tərkibidir, yoxsa ismi birləşmədir? Niyə? Asılı tərəfinə baxırıq ki, asılı tərəfindəymiş məstər. Əsas tərəfi isimlə ifadə olunur. Düzdür? Üçüncü növlə, bir dənə üçüncü növ deyin, mübtəda olsun cümlədə. Aha. Olsun müəllimin olimpiyadada yer tutan şagirdləri, baxın, uzun bir üçüncü növ yazıram. Müəllimin olimpiyadada yer tutan şagirdləri onun üzünü ağ etdilər. Düzdür? Üzünü ağ etmək hamısı birlikdə xəbər. Kim? Müəllimin, baxın, üçüncü növün düsturu arasında qalan sözlər də onun daxilində olur və hamısı birlikdə olur mürəkkəb mübtəda. Mürəkkəb söz birləşməsi. Və bir şey yadda saxlayaq ki, sadə söz birləşməsi də, mürəkkəb söz birləşməsi də cümlə mürəkkəb üzvü olur. Olur əhlə? Hər ikisi. Yəni söz birləşməsidirsə də, parçalanmırsa cümlədə olacaq nə? Mürəkkəb cümlə üzvü. Anladıq bunu? Gözəl. Sonra nə ilə ifadə olunur? Mürəkkəb adlarla. Məsəl üçün, deyirəm ki, Bakı Dövlət Universiteti 1919-cu ildə fəaliyyətə başlamışdır. Nə fəaliyyətə başlamışdır? Bakı Dövlət Universiteti mürəkkəb addır. Bütövlükdə cümlənin bir cümlə üzvü olur. Elə deyilmi? Bəli, müəllim, elədir. Sonra məstər tərkibləri və feili sifət tərkibləri də nə olur? Cümlənin mürəkkəb mübtədası olur. Məsəl üçün, məstər tərkibini keçəndə nə qədər cümlələr demişik. İndi siz deyin, mən yazım.